Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gəncin məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həmin şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının TikTokda tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmalara görə gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi indirərək onu öldürüb. Maraqlıdır ki, gənc oğlan qətldən öncə ChatGPT ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman ChatGPT ilə yazışması aşkar olunub. Həmin mesajlara təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub. Hadisə zamanı həmin şəxsin atası və qardaşı evdə olmayıblar. O daha sonra qonşuluqda yaşayan əmisi gilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib. Məhkəmədə həmin şəxsin TikTokda yazışdığı iddia olunan şəxs də ifadə verib. O həmin şəxsi tanımadığını, evdə olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib. Ümumiyyətlə, TikTokda mesaj bölməsində operativ cavab kimi 3 smile işarəsi var: ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək smile atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsini göndəriləndə TikTokda xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm. Qeyd edək ki, həmin şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.